Bakıda istixanadan təxminən 40 kiloqram xiyar oğurlayan şəxs məhkəmə qərarı ilə azadlığa buraxılıb. Məlumata görə 1989-cu ildə Bakı şəhərində anadan olmuş, ailəli orta təhsilli və fərdi əməklə məşğul olan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş işə məhkəmə iclasında baxılıb. Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda məlum olub ki, həmin şəxs təxminən 6-7 ay ərzində Binəqədi rayonu Goradil bağları Polad Həşimov küçəsində yerləşən istixanada fəhlə kimi çalışıb. İstixananın müdiri onu işdən çıxardıqdan sonra şəxs əsəbləşərək əraziyə hasardan daxil olub və istixanadan 4 vedrə xiyar oğurlayıb. Oğurlanan məhsulun dəyərinin 60 manat olduğu bildirilib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxs polis şöbəsində törətdiyi əməli etiraf edib və ümumilikdə 40 kiloqram xiyar götürdüyünü bildirib. Məhkəmədə ifadə verən şəxs əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını və dəymiş zərəri tam ödədiyini deyib. Bu səbəbdən o inzibati xəta işi üzrə icraata xitam verilməsini xahiş edib. Məhkəmə iş materiallarını araşdırdıqdan sonra şəxsin barəsində inzibati xəta üzrə icraata xitam verib. O məhkəmə zalından dərhal azad edilib.